Aspirini limonun üstünə qoyun və qonşularınız sizə daha da tez-tez gələcək. Bunun üçün 2 ədəd aspirini ilk öncə toz halına çeviririk. Sonra üzərinə limonun yarısının suyunu sıxmaq lazımdır. 1 çay qaşığı soda əlavə edirik. Bax, belə bir reaksiya alınacaq sizdə, köpüklənəcək. Qarışdırırıq gözəl. Bu arada 2 həftəyə 6-7 kilo, 1 aya mənim izləyicilərim kimi 10-15 kilo arıqlamaq istəyirsinizsə, WhatsApp nömrəmə arıqlama proqramı yazın. Sonra əzilmiş limonu batırırıq bu qarışımın içinə. Bu ehmalca dabanınıza, ayağınızdakı problemli zonalara gözəl sürtürsüz. Bu üsulla ayaqda olan göbələk, pis qoxu və daban çatları arıdan qalxacaq. Diqqətlə dinləyin. İstifadə qaydasını da izah eləyəcəm. Hər axşam bunu gözəlcə tətbiq edəndən sonra ayaqlarınıza üzərindən salafanla bir poşetlə bağlayırsınız və 2-3 saat saxlayırsınız. Sonra ayağınızı ilıq su ilə yuya bilərsiniz. Nəticəsi möhtəşəmdir. Əgər faydalı olsa videonu like eləməyi, aşağıdan səhifəmi takib etməyi unutmayın.